Bugün ölkəmizdə televiziyanın yaranmasından 70 il ötür. Azərbaycanın ilk televiziyası 1956-cı ilin fevralın 14-də diqqət göstərir Bakı deyərək yayıma başlayıb. Milli televiziyamız uzun inkişaf yolu keçib. Şükürlər olsun ki, artıq işğaldan azad olunan ərazilərdə də televiziyamız yayımlanır. Göstərir Bakı. Bugün 14 fevral həm də Azərbaycan televiziyasının yarandığı gündür. Düz 70 il bundan qabaq aktrisa Nəcibə Məlikova diqqət göstərir Bakı deyərək sehirli qutudan tamaşaçılara səslənmişdi. Bəli, bugün sevilən, sevindirən, düşündürən televiziyanın günüdür. Biz də ATV xəbər əməkdaşları olaraq ASTV-də çalışan həmkarlarımızı, həm də bugün iş başında olan həmkarlarımızı təbrikə gəlmişik. Azərbaycan televiziyası təkcə informasiya vasitəsi deyil, həm də xalqımızın tarixi yaddaşı, mədəniyyətimizin güzgüsü, milli kimliyimizin canlı daşıyıcısıdır. ASTV-də çalışan əməkdaşlar 70 illik tarixin bir parçası olmağının qürurunu yaşayırlar. Mənim üçün də Azərbaycan televiziyası olduqca doğma ocaqdır. Çünki 70 yaşlı televiziyanın 20 ilində mən də çalışmışam. Mən bu günləri xəbərlərdə çalışıram, hansı ki günün ən aktual, ən vacib məlumatlarını çatdırır xəbərlər və bu günləri onun necə deyilə bir parçası olmaq mənim üçün də olduqca qürurludur. 10 illə yaxınlaşır artıq buradakı fəaliyyətim və Azərbaycan televiziyası bütün cəbhələrdə həm dövlətin, həm xalqın yanında olan televiziyadır və biz bunu həm vətən müharibəsində öz fəaliyyətimizdə də gördük. Fəxirlidir ki, biraz da olsun o 70 ildə bizim də bir töhfəmiz var. Mənim üçün televiziya gününü məhz doğma Azərbaycan televiziyasında əziz həmkarlarımla birgə qeyd etməyim özü də bayramdır. Həmkarlarımı təbrik edirəm. Bugün eyni zamanda ASTV Mədəniyyət kanalının yaranmasının 15 ili tamam olur. Bir toplumun millətə çevrilməsi üçün əlbəttə ki, ən vacib o mədəniyyət və dəyərləri, milli dəyərləri yaşatmaqdır. Mən təbrik edirəm, çünki bu tək ana kanalın bayramı deyil, bu ümumiyyətlə televiziyanın yaranmasıdır və hazırda Azərbaycanda mövcud olan bütün televiziyaların da bayramıdır. Ona görə mən Dost ATV-ni də təbrik edirəm, bütün özəl kanallarını da təbrik edirəm. 70 illik televiziya tarixinin 25 ilində Azad Azərbaycan telekanalının da öz imzası var. Bu illər ərzində müxtəlif layihələr, proqramlar, seriallarla tamaşaçıların zövqünü oxşayan ATV kanalı ən baxımlı kanal statusunu da qazanıb. İstər koronavirusla mübarizədə, istər 44 günlük vətən müharibəsi zamanı yaradıcı kollektiv iş başında oldu. Vətən müharibəsindəki qələbəmiz televiziyanın həyatında yeni bir mərhələ oldu. Ən qaynar nöqtələrdən reportajlar, ön cəbhədən canlı bağlantılarla efirə çıxdıq. Bundan sonra da siz tamaşaçıları məlumatlandırmaq üçün yaradıcı kollektivimiz iş başında olacaq. Hamımıza uğurlar. Turanə Tağızadə, Samir Gülməmmədov, ATV Xəbər.